Axır ki bunu kimsə etdi. Vitrindəki çayı alıb elə ordaca dəmlətdirib içə bilirsiniz. Gutenbergi çox adam tanıyır, amma Bakının bir nöqtəsində bu mağazanın həm də bir kafeyə sahib olmasından çoxlarının xəbəri yoxdur. Bilməyənlər üçün deyim ki, Gutenberg Almaniyanın premium çay markasıdır. Müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın yüksək keyfiyyətli çay və kofe məhsullarını satır. Bildiyiniz çay cənnətidir. Burada hətta səhərlər tez oyanmağa kömək eləyən Çinin məşhur puer çayının bir növünə də rast gəldim. Hər səhər 5:30-da yuxudan sürünərək duran Rahel üçün bu əsl göydən düşmədi. Ümumiyyətlə burada çay və kofe adına o qədər çox şey var ki, valla özünüz gəlib kəşf etməlisiniz. Bura Aygun Mall'un 1-ci mərtəbəsində yerləşir. Digər Gutenberg mağazalarından əsas fərqi odur ki, burada oturub çaydan, kofedən içə bilirsiniz. Yəni satışda olan Lənkəranın, Çinin, Hindistanın keyfiyyətli çaylarından seçib elə ordaca dəmlətdirib içirsiniz. Bilirsiniz adamın necə yorğunluğu çıxır. Çoxdandır çay ləzzətini bu qədər iliklərimə qədər hiss etmirdim. Hətta o qədər gözəldir ki, inanın mənə, şokoladla içib çayın dadını itirmək istəmirdim. Şokolad demişkən, vitrin elə bil Belçika şokoladlarının muzeyidir. Bir neçəsinin dadına baxdıq. Sizə bir şey deyim, ziyandır deyə Leylaya çox şokolad vermirik. Amma sırf bunların keyfiyyətinə əminəm deyə ləzzətlə yeməsinə mane olmadım. Hə, yeri gəlmişkən burada bax belə çox qəşəng hədiyyəli setlər var. İçinə hər şey düzüblər. Fındıqlı bal, şokoladlı draje, stəkanı, nəlbəkisi, xüsusi ətirli çayı, şokoladı, hamısı bir səbətə və ya qutuya yığılıb. Məncə doğmalara verilə biləcək çox yaxşı samballı bir hədiyyə ola bilər. Ən azı bilirsən ki, sevə-sevə istifadə edəcək. Üstəlik hədiyyəlik qutuları da var. Bax belə, mən açığı Gutenbergi hər yerdə ancaq mağaza kimi görmüşəm. İlk dəfədir görürəm ki, mağazanın kafeteriyası da var. Dedim sizinlə də bölüşüm. Buralardan yolunuz düşsə bir dəfə baş çəkin. Əsl çay, keyfiyyətli şokolad necə olur, fərqi hiss eləyin.